29 maydı. Yine dediğimiz kimi inşallah ki bu aydakı salamatçılıqla yola saldıq. Doktor, əsas odur ki, müayinəyə gələn xəstələr göndərirsiniz KT müayinəsinə. Bəzən elə olur ki, KT müayinəsindən rəy bildirə bilirsiniz. Bu haqda pasientlər tələsir. Səbəb nədir və bunun qarşısını necə almaq olar bu haqda? Məhkəm danışaq biraz. Ümumiyyətlə, hər hansı bir yerdə KT, MRT olunan, müayinə olunan xəstələri, yəni burada o qədər xəstə, burada yəni işlər, yəni o qədər də boş vaxtımız olmur da daha dəqiq incələmək üçün. Onu məcbur biz götürək. Mən zaman götürürəm, aparıram evdə, axşam rahat bütün hamısını incələyirəm. Yəni ona uyğun xəstələrə məlumat verirəm. Yəni bu şeyi, yəni hər hansı bir məlumatın tez istənilməsi, yəni nəzərə alın ki, yəni bunu mən aparıb evdə tam dəqiqliyi ilə baxıb, incələyib, yekun qərar verib sonra cavablandırmaq. Yəni tutalım ki, bizdə əməliyyat olacaq pasiyentdə hər hansı bir beynində travma varsa və yaxud da ki, burunda problem ciddi şəkildədirsə, estetik yox, burun daxili problemlə əməliyyat etdirmək istəyirsə, xəstəyə biz həmən günü KT cavabını deyə bilmirik. Onu asudə vaxtımızda daha diqqətdən keçirib. Yəni ola bilər, deyə də bilərik. Sadəcə olaraq əgər bizim vaxtımız varsa deyirik. Vaxtımız olmayanda da axşam incələyib ona cavab veririk. Oldu, sağ olasın.